Tövbə günahlar qarşısında ən böyük qaladır. Bu kəlmə ən güvənli və etibarlı sığınacaq və ən mərhəmətli dönüş qapısıdır. Amma bu ilahi qapının mənasını, dərinliyini, ədəb və ərkanını anlamaq üçün bəzi məsələlərə diqqət yetirməliyik. Birincisi, tövbənin başlanğıcı peşmanlıqdır. İçərisində peşmanlığın olmadığı heç bir etiraf tövbə hesab edilə bilməz. Günah qarşısında içi titrəməyən bir qəlb hələ tövbəyə hazır deyil. Əsl tövbə, səccadənin üstündə göz yaşları ilə yoğrulan, günah yükünü çiynində daşıyan bir peşmanlıqla başlayar. Bəzən o qədər yanar ki, insan tövbə etdikdən sonra belə göz yaşları ilə kifayətlənməz. Çünki qəlbində hər bir günah üçün ayrıca bir acı, ayrıca Rəbbindən bağışlanma istəyi vardır. Rasulullah sallallahu aleyhi və səlləm buyurur: "Ən-nədəmu təvbətun." Nədamət, peşmançılıq tövbədir. Yəni, əgər qəlbində səmimi bir peşmanlıq varsa, bu artıq tövbənin özüdür. Təbuk döyüşündən geri qalan 3 sahabənin tövbəsində ən diqqət çəkən məqam onların dərin peşmanlıqları idi. Sahabə Kâb ibn Malik və onunla birlikdə olan Hilal ibn Ümeyyə və Mürarə ibn Rabi, onlar Təbuk səfərində iştirak etməmişdilər. Səfərdən dönən Allah Resulü sallallahu aleyhi və səlləmin qarşısına gəldikdə heç bir bəhanə gətirmədilər və doğrunu söylədilər. Heç bir üzürləri və bəhanələri olmadıqları halda döyüşə, savaşa qatılmadıqlarını söylədilər, etiraf etdilər. Ya Rasulallah, heç bir üzrümüz yoxdur, dedilər. Onların səmimiyyəti, yalan danışmaqdan qorxmaları onları ağır bir imtihana saldı. Allah Resulü sallallahu aleyhi və səlləm Allahdan gələn vəhy ilə onlara əmr etdi ki, heç kim onlarla danışmasın. Və 50 gün bütün Mədinə onlara sustu. Küçələr, evlər, dostlar, hamısı onlardan üz çevirdi. Qəlbləri sıxıldı, dünyaları daraldı. Amma onlar dönmədilər. Yalanla özlərini xilas etməyə qalxmadılar. Hər gün, hər gecə göz yaşları içində Allahdan bağışlanma dilədilər. Onların peşmanlığı, səbirləri və sükut içərisində yalvarışları səmaya yüksəldi. Və bir səhər Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, Allah geri qalan 3 nəfərin də tövbəsini qəbul etdi. Kâb ibn Malik bu müjdəni eşidəndə səcdəyə qapandı və ağlayaraq dedi ki, mən doğruluğumla qurtuldum. Allah Cəllə Cəlaluhu onlar haqqında Tövbə surəsinin 118-ci ayəsi olan bu ayəni endirdi. Əstəğfirullah. Və aləs-sələsətillezîne xullifu hattə izə daqət aleyhimul ard bimə rahubət və daqət aleyhim ənfusuhum və zannu ən lə məlcəə minəllahi illə ileyh sümmə təbə aleyhim liyətubu innəllâhə huvət-təvvâbur rahim. Döyüşə qatılmayıb arxada qalan 3 nəfəri də Allah bağışladı. Nəhayət, yer üzü genişliyinə rağmen onlara dar gəlib, qəlbləri sıxıldığı zaman Allahın əzabından qorunmaq üçün yalnız onun özünə sığınmalı olduqlarını anladılar. Sonra Allah onları tövbə etməyə müvəffəq etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edən və mərhəmətlidir, rəhimlidir. Bu ayətdə də Cenab-ı Allah apaçıq tövbə xüsusunda ən önəmli cəhətin peşmanlıq olduğunu diqqətimizə çatdırır. İkinci xüsus, günahın ömrünün qısa olması. Günah işlədiyi an dərhal Allaha dönmə, bir dəqiqə, bir saat belə gözləməmə. Çünki bir saat sonra həyatda olub olmayacağımızı bilmirik. Bəzən bir nəfəslik gecikmə insanı ömürlük peşmanlığa sürükləyə bilər.
Allah tövbə edənləri sevər. Cenab-ı Allah Quran-ı Kərimdə Bəqərə surəsində buyurur: Estağfirullah. İnnallaha yuhibbut-tevvabin və yuhibbul-mutatahhirin. Allah çox tövbə edənləri və paklananları sevər. Unutma, tövbə gecikdikcə günah kök salar və hər günah qəlbdə bir iz qoyar. Nəhayət Quranda da buyurulduğu kimi Allah qorusun, kəllə bəl rana alə qulubihim. Xeyr, onların qəlbləri pas bağladı ayətinə mazhar olar insan. Üçüncüsü, diqqət edilməsi gereken üçüncü xüsus, günahı çirkin görmək və günahı günah olaraq tanımaqdır. Əgər insan günaha xoş baxarsa, ondan qaçmaq istəyi də olmaz. Hətta bəzən kaş ki bu günah, bu qul haqqı, o günah, bu günah olmasaydı deyər və bunu qəlbindən keçirdiyi anda o günahı işləməkdən daha böyük bir günah işləmiş olar insan. Dördüncü xüsus tövbə ilə əlaqədar, böyük günah üçün tövbə də böyük olması gərəkir. Əgər tövbə o qədər dərin, o qədər yanarcasına olmazsa, o günahı kökündən silib süpürməz. Çünki tövbə sadəcə dildə deyil, qəlbdə də yanmaqla olur. Beşinci xüsus, tövbə etsək də günahlarımızı unutmamaq. Təbii ola bilsin ki, Allah bizi ilk tövbəmizdə bağışlamışdır. Amma buna baxmayaraq insan təvazükar davranmalı, özünü qüsurlu bilməli Rəbbi qarşısında və daim günahlarını xatırlayaraq günahdan uzaq durmalı və günaha qarşı sədd çəkməlidir. Altıncı xüsus, tövbədən sonra savab ilə günah izlərini, ləkələrini tamamilə silib yox etmək. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur: harda olursan ol, Allahdan qorx və bir günah işləmisənsə, dərhal arxasından bir yaxşılıq et ki, o günahı silib yox etsin. Bəs tövbəmizi pozarsaq, təkrar günaha düşəriksə nə etməliyik? İnsanıq, zəifik, gücsüzük. Bəzən olur ki, yenə eyni günaha sürüşə bilərik. Amma ümid qapısı yenə də açıqdır. Çünki Allahın rəhməti günahlarımızdan daha böyükdür. Allah Cəllə Cəlaluhu Quran-ı Kərimdə buyurur: Estağfirullah. Qul ya ibadiyellezine əsrafu alə anfusihim la taqnatu min rahmetillah. Ey özlərinə zülm edən qullarım, ey özlərinə zülm etməkdə həddi aşan qullarım, Allahın rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Allah Resulünün sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur. Buyurur ki, Resulullah İsrail oğullarından biri 99 nəfəri öldürmüşdü və bir gün peşman olub bir rahibin yanına gəldi və soruşdu: mən bu qədər günah etmişəm, bu qədər insan öldürmüşəm, mənim tövbəm qəbul olarmı? Rahib dedi ki, xeyr, sənin üçün heç bir bağışlanma yoxdur. Bunu eşidən adam qəzəblənərək rahibi də öldürüb və öldürdüyü insan sayını 100'e tamamladı. Sonra yenidən axtarışa başladı və bu dəfə də elmli bir adamın yanına gəldi və soruşdu. Dedi ki, mən 100 nəfəri öldürmüşəm. Allah məni bağışlayarmı? Tövbəmi qəbul edərmi? Alim dedi ki, bəli, Allahın mərhəmət qapısı genişdir. Ancaq bu günah dolu diyarda qalma. Filanca kəndə get, orada salih insanlar, doğru insanlar var. Onlarla birlikdə yaşa. Yola çıxan bu adam hələ ora çatmamış, ölüm onu haqladı. Və rəhmət və əzab mələkləri onun barəsində mübahisə etməyə başladı ki, onun ruhunu əzab mələklərimi, yoxsa rəhmət mələklərimi götürsün. Allah torpağa əmr etdi, bu tərəf yaxınlaş, o tərəf isə uzaqlaş dedi torpağa. Və məsafələr ölçüldü. Adamın getmək istədiyi kəndə bir qarış daha yaxın olduğu məlum oldu. Və Allah da onu yaxşılar diyarına yaxın olduğu üçün bağışladı. Bu bizə də bir mesaj verir.
günahımızdan tövbə etdikdən sonra yaxşı əməllərə doğru addımlamaq, yaxşılarla oturub, yaxşılarla qalxmaq, doğrularla bərabər olmaq. Və nəhayət Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim Seyyidul İstiğfar duasını, yəni bağışlanma duasının əfəndisi olan bu duanı səmimi imanla gündüz oxuyub axşam olmadan ölərsə cənnət əhlindən olar. Və gecə oxuyub səhər olmadan da vəfat edərsə yenə cənnət əhlindən olar. Və bu dua bu şəkildədir. Allahım, sən mənim Rabbimsən. Məni səndən başqası yaratmadı. Mən isə sənin qulunam. Gücümün yetdiyi qədər sənə verdiyim sözüm və əhdim üzərəyəm. Allahım, etdiyim günahlarımın şərrindən sənə sığınıram. Və sənin mənə verdiyin bütün neymətlərini etiraf edirəm və etdiyim bütün xəta və günahlarımı etiraf edirəm. Allahım, məni bağışla, şübhəsiz ki, günahları səndən başqa bağışlayan yoxdur. Rəbbim bütün günahlarımızı bağışlasın və bizi tövbə qapısından ümidsiz etməsin. Amin.